və sarayın birləşməsi olan hissədə, yəni Duz gölü mənzərəli, Masazın ən hündür nöqtəsində, Abşeron City kompleksinin yaxınlığında 2 dənə 6 sot həyətyanı kateqoriya ilə, yəni ev tikmək üçün nəzərdə tutulmuş kateqoriya ilə torpaq təklif olunur satışa. 2 dənə 6 sotdur, ümumi 12 sotdur. 6-6 da satmaq olar, bütöv şəkildə satmaq olar. Mənzərəni görürsünüz. Novxanı görsənir, saray görsənir, bax saray, Novxanı, o hissədə Mehtəbad, Bakı şəhərini hətta görsənir. Onu da göstərəcəm sizlərə. Görürsünüz, orada qüllələr görsənir. Qarşıda gördüyünüz binalar Abşeron City yaşayış kompleksində qiymətli. Buna görə 15 min manat. 6-6 da satılır, yəni 6 sot 6 sot da satılır, bütöv şəkildə də satılır. Yerin ümumi görünüşü budur. Yer bax bu hissədə bitir. Bax bu hissədə yer tamamlanır, tam şəkildə tamamlanır. Buradan o tərəfə başqasının yeridir. Belə bir yerdir. O hissədən də maşın üçün yol nəzərdə tutulub. Və bu 2 dənə hasarın arasından da düz axıra qədər maşın yolu nəzərdə tutulub. Yəni yer bu ortadadır. Bax o gördüyünüz, bax bir dənə göstərəcəm sizə. Və yerdə təkəri görürsünüz bu təkəri. O təkərin yanından bu hasarın dininə qədərdir yer. 6 sot yanaşı yerdir. Qiyməti 1 sotunun 15 min manatdır. Cəmdə satılır, 6 sot da satılır. Yer mükəmməldir. Çıxarış əldədir. Qanuni notarial qayda alqı-satqı olacaq və qiymətdə də endirim mümkündür. Yerə baxdıqdan sonra. Bu da ümumi bir daha mənzərəni göstərirəm sizlərə. Adəti üzrə belə gözəl yerlər çox az halda satışa çıxır. Qaçırmağına dəyməz. Alana satana Allah xeyrin versin. Bir daha vurğulayım. Bu hissədən düz axıra qədər yol olacaq, maşın yolu və o qardaş dayanan yerdən əks istiqamətə gələn yol olacaq. Yəni bunlar iki yol ayrıcının birləşməsidir. Sonra qədər izlədiyiniz üçün təşəkkür edirəm.